Ya Allah. Salam aleyküm. Hər vaxt Usul kanal izləyicilərimiz, Sərfər Əmlakın izləyiciləri. Mən sizi Hövsanda Abidə tərəfdən, əsas asfalt yoldan 6-7 dəqiqəlik məsafədə sənəddə 2,7 kvadratdır, yəni 2,7-də belə 3 sotu içində 2 mərtəbəli həyət evi ilə tanış eləməyə gəlmişəm. Gördüğünüz kimi həyətimizdə 2 maşın ard-arda daxil ola bilir. Bu bizim həyətimizin üz görünüşü, meyvə ağacları, dekorativ ağaclar. Burada hər ehtimala qarşı su çəni inşa edilib. Burada da yeni su ambarı inşa edilib. Hər ehtimala qarşı kladovka kimi də istifadə eləmək olur. Burada bisetka. Gördüğünüz kimi evimiz, həyətimiz çox səliqəlidir. Şəxsi yaşam məqsədi ilə tikili bir ev. Evimizin yanına, arxasına rahatlıqla keçmək olur. Buyurun baxın. Burada da evimizin yay balkonu inşa edilib. Yenə qeyd edirəm, evimiz 2 mərtəbədən ibarətdir. Evimizin istilik sistemi kombidir. Daxil oluq evimizə. Salam aleyküm. Gördüğünüz kimi evimizin geniş bir koridoru var. Burada kladovka inşa edilib. Burada evimizin mətbəxi. Yenə qeyd edirəm dostlar, evimiz tam təmirlidir. Burada 1-ci mərtəbədə evimizin sanitar qovşağı yerləşir. Buyurun baxın. Aksesuarlar quraşdırılıb tam təchizatı ilə. Hamid söndür oran işığını. Burada 1-ci mərtəbədə geniş qonaq otağı yerləşir. Yenə qeyd edirəm, evimiz şəxsi yaşam məqsədi tikilib. Evimizin polu taxtadandır. Burada 1-ci mərtəbədə bir zal, bir yataq otağı yerləşir. Buyurun baxın. Qalxırıq 2-ci mərtəbəyə. Yusuf qaç. 1-ci mərtəbə ilə 2-ci mərtəbənin arasında olan plakan taxtadandır. İkinci mərtəbədə belə bir koridor var. Burada da 2-ci mərtəbədə burası sanitar qovşağı üçün nəzərdə tutulub. Ancaq beşmeş yığıblar burada. Burada da sanitar qovşağı kimi istifadə eləmək olar. Dostlar, görürsünüz evimizin çorna polu, yəni çorna katı bilinir buradan. Ev yenə deyirəm, şəxsi yaşam məqsədi ilə tikilib. Burada yuxarı mərtəbədə bir otağımız yerləşir, yataq otağı. Burada ikinci bir yataq otağı. Buyurun baxın. Burada ikinci mərtəbədən yay balkonu inşa edilib. Burada ise 2-ci mərtəbədə geniş bir qonaq otağı. Buyurun baxın. 2 ailə üçün nəzərdə tutulub bu ev. Dostlar, yenə deyirəm, evimizin istilik sistemi kombidir. Evimiz 2 mərtəbədən ibarətdir. Evimiz ümumiyyətlə 5 otaqdan ibarətdir. Aşağıda bir qonaq otağı, bir yataq otağı, bir sanitar qovşağı, mətbəx. Yuxarıda isə bir qonaq otağı, 2 yataq otağı, bir də sanitar qovşağı inşa edilmək üçün otaq var. Deməli, evimizin istilik sistemi kombidir. Sənədimiz bələdiyyədir, yəni propiska yolu ilə. Evdə yaşayanlar hal-hazırda ev sahibi propiskadadır burada, yəni qeydiyyatdadır. Kim alsa qeydiyyata düşə bilir bura.
Dostlar, evimizə 150 min AZN deyilir, real alıcı indirim olacaq. Bu arada kanalımıza abunə olmağı unutmayın ki, yeni çıxan videolarla ən birinci siz tanış olasınız. Satışda 1, 2, 3, 4, 5 otaqlı mənzillərimiz və həyət evlərimiz var. Satışda mülkiyyət çıxarışla torpaqlarımız var. Bir də kənd təsərrüfatı təyinatlı, bir də rabitə sənaye və qeyri. Hektarlarla torpaqlarımız var. Gəlin alın, şadlıq eləyin. Allah alanı da xeyir versin, satana da. Sağ olun.